Hər vaxtınız xeyir Asan TV izləyiciləri. Könüllü sən verilişi ilə yenidən efirdəyik. Mən Şəbnəm Və mən Rəsul. Əziz gənclər, gözünüz və qulağınız bizdə olsun. Asan könüllüsü olmaq istəyənlər isə bizə daha diqqətlə qulaq assınlar. Veriliş müddətində Asan könüllülərinin həftə ərzində gördüyü işlərdən, layihələrdən danışacağıq. Həm də elə indi könüllü olmaq üçün hara və necə müraciət etməli olduğunuzla bağlı məlumatı paylaşacağıq. 15-26 yaş aralığındakı gənclər Asan könüllüsü olmaq üçün bizə müraciət edə bilərlər. Bizi sosial media platformalarımız vasitəsilə izləyə, eləcə də suallarınızı mesaj bölməsində qeyd edə bilərsiniz. Şəhər nömrəsi 444-7444-də zəng edərək isə layihə ideyalarınızla bağlı təkliflərinizi verə bilərsiniz. Bir sözlə, könüllü hərəkatına qoşularaq bizimlə birlikdə irəliyə doğru daha inamla addımlayacaqsınız əziz gənclər. Bugün qonağımız vaxtilə könüllü olub, hazırda isə Asan Könüllülər Təşkilatının sədr vəzifəsində çalışan Anar Musayevdir. Mövzumuz isə gənclərin kadr kimi formalaşmasında könüllülüyün rolu haqqındadır. Bəli əziz gənclər, düşünə bilərsiniz ki, könüllü olmaq mənə nə qazandıracaq? Amma biz bugün sizin bütün suallarınıza cavab tapacağıq. Salam, xoş gəlmisiniz. Necəsiz Anar bəy? Xoş gördük, təşəkkür edirəm. Mən yaxşıyam, ümidləyirəm ki, siz də yaxşı. Təşəkkür edirik, biz də çox yaxşıyıq. Anar bəy, neçə yaşınızdan könüllülərin sırasına qoşulmusunuz? Verilişimizə çox maraqlı bir sualla başlayırıq. 17 yaşımda mən könüllü fəaliyyətinə başlamışam. Bu mənim tələbəlik illərimə təsadüf elirdi. Elə birinci kursda təhsil alanda mən 3 aylı Bakı Asan Xidmət Mərkəzinə könüllü olmaq üçün müraciət elədim və ilk mərhələ sayılan Master 1 çərçivəsində 2 ay müddətinə könüllü oldum. Elə yeri gəlmişkən bu sualı vermək istəyərdim ki, öz könüllü fəaliyyətiniz haqqında məlumat verərdiniz bizə. Bildiyiniz kimi ilk mərhələ sayılan 2 ay müddətində davam eləyir və digər könüllü yoldaşlarım kimi mən də bu müddət ərzində mərkəzə müraciət edən vətəndaşlarımızın daha operativ, daha keyfiyyətli bir şəkildə xidmət almalarına dəstək göstərirdim. Eyni zamanda da Asan Könüllülər Təşkilatının tərəfindən gənclərimiz üçün, könüllülərimiz üçün həyata keçirilən layihələrdə, təlimlərdə iştirak edirdim və təşkilatın fəaliyyəti ilə daha yaxından tanış oldum və düşündüm ki, niyə də öz fəaliyyətimi təşkilata davam elətdirməyim və eləməsi 2019-cu ildən də Asan Könüllülər Təşkilatında fəaliyyət göstərdim. Öyrənmək istərdik ki, könüllülərin məhz şəxsi inkişafına töhfə vermək üçün hansı layihələri həyata keçirirsiniz? Qeyd eləmək istərdim ki, Asan Könüllülər Təşkilatı artıq 11 ildir ki, fəaliyyət göstərir və 2013-cü ildə elə məhz 15 Asan Könüllüsünün təşəbbüsü ilə yaranmış Asan Könüllülər Təşkilatı bu illər ərzində gənclərimizin, könüllülərimizin şəxsi inkişafına dəstək olmaq məqsədi ilə 5000-dən çox müxtəlif istiqamətlərdə təlim və 500-dən çox da yerli və beynəlxalq layihə həyata keçirib. Bəs Asan könüllülərinin məşğulluğuna dəstək olmaq məqsədi ilə hansı işlər görülür? Təbii ki, gənclərimizin şəxsi inkişafına dəstək olmaq qədər onların məşğulluğuna da dəstək olmaq bizim üçün çox önəmlidir və məhz bu məqsədlə də Asan Kadr Karyera Mərkəzi fəaliyyət göstərir. Asan Kadr çərçivəsində bu illər ərzində 3300-dən çox Asan könüllüsü işlə təmin olunub. Onlardan 1000-ə yaxın hal-hazırda Asan Xidmət Mərkəzində, Dövlət Agentliyində, tabeliyində olan qurumlarda, digər könüllü dostlarımız isə əməkdaşlıq elədiyimiz digər şirkətlərdə öz fəaliyyətlərini davam etdirirlər. İstərdik ki, Asan könüllülərinin beynəlxalq sferada olan fəaliyyətləri haqqında bizə bir qədər məlumat verəsiniz. Biz Asan Könüllülər olaraq yalnız mərkəzlərə müraciət edən vətəndaşlarımızın işlərini asanlaşdırmırıq. Eyni zamanda ölkəmizdə həyata keçirilən beynəlxalq layihələrin təşkilində birbaşa iştirak edirik. Eyni zamanda da beynəlxalq arenada Azərbaycanda olan könüllü fəaliyyəti, Asan könüllülərinin fəaliyyəti, eyni zamanda təşkilatımız tərəfindən həyata keçirilən layihələr və görülən işlərlə bağlı məlumat veririk. Beynəlxalq təcrübə ilə tanış oluruq və eyni zamanda bizim gənclərimiz üçün faydalı olacaq əməkdaşlıqların qurulması üçün çalışırıq. Anar bəy, artıq uzun müddətdir ki, Asan könüllülərlə birgə çalışırsınız, onlarla çox vaxt keçirirsiniz. İstərdim ki, Asan könüllüləri ilə, könüllülərimizlə maraqlı və yadda qalan hər hansısa bir hadisəni bizlə bölüşəsiniz. Bəli, biz gündəlik olaraq könüllülərimizlə ünsiyyətdə oluruq. İstər mərkəzdə fəaliyyət göstərən könüllülərimizlə, istər məlumat olmuş könüllülərimizlə biz daimi olaraq ünsiyyətdə oluruq. Onların layihə təkliflərini, iradlarını dinləyirik. Təbii ki, onların fikirləri bizim üçün çox önəmlidir. Çünki biz həyata keçirdiyimiz hər bir layihə, gördüyümüz hər bir iş məhz onların şəxsi inkişafına dəstək olmaq məqsədinə olduğu üçün onların ixtisaslarına və maraq dairələrinə uyğun olaraq biz həmin layihələri həyata keçiririk. Düşünürəm ki, bizim üçün ən sevindirici və yadda qalan hadisələr isə məhz əcnəbi könüllülərimizin könüllülük fəaliyyətləri haqqında, ölkəmizdə olan fəaliyyəti haqqında xoş və yadda qalan hadisələri bizlərlə bölüşməsi oldu. Könüllü olmaq istəyən gənclərə nə deyə bilərsiniz? Ümumiyyətlə, nə tövsiyələriniz olar bizim efirimiz vasitəsilə? Mən könüllü olmayan hər bir gəncə könüllü olmağı tövsiyə eləyərdim. Çünki özümü misal gətirərək hal-hazırda qeyd edə bilərəm ki,
Asan Xidmət Mərkəzində bildiyiniz kimi ilk dövlət qurumunda könüllü fəaliyyəti başlayıb və hal-hazırda bütün digər dövlət qurumlarında artıq könüllü proqramları var və gənclərimiz də öz maraq dairələrinə, öz ixtisaslarına uyğun olaraq həmin könüllü proqramlarına üzv ola bilərlər. Eyni zamanda ölkəmizdə müxtəlif istiqamətlərdə fəaliyyət göstərən gənclər təşkilatları var. Həmin təşkilatlara üzv ola bilərlər ki, növbəti peşəkar iş fəaliyyətləri üçün həqiqətən də ilkin təcrübəni əldə edə bilərlər. Təşəkkür edirik suallarımızı cavablandırdığınız üçün. Mən təşəkkür edirəm. Sizə hər daim işlərinizdə uğurlar arzulayıram. Könüllü sən verilişinə baxırsınız. İndi isə keçid alırıq Asan könüllülərinin həftə ərzində gördüyü işlər barədə qısa məlumat verməyə. Kodla Yarat proqramına qeydiyyat başlayıb. Layihənin əsas məqsədi IT sahəsi üzrə təhsil alan və karyera qurmaq istəyən gənclərin fərdi inkişafına dəstək olmaqdır. 15-23 yaş aralığında qeydiyyatdan keçmiş və müsahibə əsasında uğurlu hesab edilən 20 gənc iştirak haqqı qazanacaqdır. Asan könüllülərinin sosial media səhifələrinə daxil olub məlumatda yerləşdirilən link vasitəsilə qeydiyyatdan keçə bilərsiniz. Son qeydiyyat tarixi isə elə bu gündür. Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə həyata keçirilən Asan könüllülərinin insan resurslarını idarə edilməsi istiqamətində keçirilən marafonu başa çatıb. Könüllülərin hər biri sertifikatla təltif edilib. Novxanın sahili tullantılardan təmizlənib. Təmiz ölkəm devizi altında Ümumrespublika Təmizlik Marafonu çərçivəsində növbəti aksiya keçirilib. Asan könüllülərinin də iştirak etdiyi aksiyada 1 tondan artıq tullantı yığılaraq daşınıb. Təmizlik aksiyalarının keçirilməsində məqsəd insanları ətraf mühitə daha həssas və məsuliyyətli davranmağa təşviq etmək, tullantıların azaldılması və düzgün idarə olunmasına nail olmaqdır. Gənclər və İdman Nazirliyi tərəfindən gənclər təşkilatlarının fəaliyyətlərinin dəstəklənməsi məqsədi ilə 2024-cü il üzrə qrant müsabiqələrinin qalibləri elan edilib. 75 QT-nin 9 istiqamət və 31 mövzu üzrə layihə təklifinin dəstəklənməsi təsdiq edilib. Asan Könüllüləri Təşkilatı qrant müsabiqəsində qalib gəlib. Bütün qalibləri təbrik edir və uğurlar arzu edirik. Asan Könüllüləri Təşkilatının əməkdaşı Selenay Rüstəmova Türkiyənin Pendik əyalətində keçirilən gənclər düşərgəsində iştirak edib. 4 gün boyunca davam edən düşərgənin məqsədi Azərbaycan və Türkiyə gəncləri arasında əlaqələrin gücləndirilməsi, gənclər arasında fikir və təcrübə mübadiləsinin təşkil edilməsi idi. Düşərgə çərçivəsində gənclər İstanbul şəhərinin tarixi məkanlarını ziyarət edərək müxtəlif oyunlar və idman yarışları ilə asudə vaxtlarını dəyərləndiriblər. 15-26 yaş aralığındakı gənclər Asan könüllüsü olmaq üçün bizə müraciət edə bilərlər. Bizi sosial media platformalarımız vasitəsilə izləyə, eləcə də suallarınızı mesaj bölməsində qeyd edə bilərsiniz. Şəhər nömrəsi 444 74 44-də zəng edərək isə layihə ideyalarınızla bağlı təkliflərinizi verə bilərsiniz. Bir sözlə, könüllü hərəkatına qoşularaq bizimlə birlikdə irəliyə doğru daha inamla addımlayacaqsınız əziz gənclər. Hörmətli Asan TV izləyiciləri, daha bir Könüllü sən verilişinin sonuna gəldik. Hər həftə Könüllü sən izlə. Sən də bu hərəkatın bir parçası ol.